Real TV-də zəhmətkeşlərin verilişinə baxırsınız. Fermerin real dostu efirdədir. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Bəli, verilişimiz davam edir. Fermerin real dostuna baxırsınız, dəyərli əziz zəhmətkeşlər, hörmətli tamaşaçılar. Bugün çox maraqlı bir həmsöhbətim var, qonağım var. Gəncədən bura gəlib, indi deyəcəm nə üçün gəlib. Əvvəla onu deyim ki, Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi və ümumiyyətlə dövlət tərəfindən aqrar sahədə mütəxəssislərin yetişdirilməsi, bu ümumiyyətlə aqrar təhsil ən vacib istiqamətlərdən biridir, prioritet sahələrdən biridir. Bu təbii ki, fəaliyyətin aparılmasında ən böyük universitetlər, ali təhsil ocaqlarından biri var ki, o da Gəncə şəhərimizdə, Azərbaycanın ən gözəl dilbər güşələrindən biri olan Gəncədə yerləşir. Azərbaycan Dövlət Aqrar Universitetindən söhbət gedir. Həmin universitetin rektoru Zəfər Qurbanov bizimlə bərabərdir. Zəfər müəllim, mən sizi salamlayıram, fermerlərin görüşünə xoş gəlmişsiniz. Çox sağ olun, mən də sizi salamlayıram və bütün tamaşaçılarımızı salamlayıram. Çox sağ olun. Zəfər müəllim, elə mövzumuzdan da aydın olduğu kimi, biz bugün aqrar təhsil və mütəxəssislərin yetişdirilməsindən danışacağıq. Sizin rəhbəri olduğunuz ali təhsil ocağında bu mütəxəssislərin yetişdirilməsi və bu təhsilin necə deyirlər, aparılması hansı istiqamətdə və necə həyata keçirilir? İlk öncə onu qeyd edim ki, Azərbaycanımızda bütün sahələrlə aparılan uğurlu fəaliyyətlə yanaşı bugün Azərbaycanda kənd təsərrüfatının inkişafına bağlı müxtəlif layihələr icra olunmaqdadır və təbii ki, yeganə ali təhsil müəssisəsi olaraq Azərbaycanda aqrar sahənin müxtəlif sahələrinə uyğun mütəxəssisini hazırlamağıyla fəaliyyət göstərir. İlk öncə onu qeyd edim ki, bugün Azərbaycan Dövlət Aqrar Universitetinin maddi texniki bazası kifayət qədər yüksək səviyyədə qurulmuşdur və möhtərəm cənab prezidentimizin kənd təsərrüfatının inkişafına ayırdığı diqqət xüsusilə də Aqrar Universitetində bariz ifadə olunur. Yeri gəlmişkən biz hal-hazırda kadrları, görüntüləri görürük. Və onu da qeyd edim ki, tək Azərbaycan Dövlət Aqrar Universiteti bugün Azərbaycan üçün deyil, eyni zamanda vaxtı ilə bütün keçmiş Sovetlər İttifaqında kifayət qədər nüfuzlu və kənd təsərrüfatının inkişafında xüsusi xidmətlər olmuş mütəxəssislər yetişdirən yeganə tək ali məktəb olubdur. Bugün ali təhsil müəssisəsi kifayət qədər ciddi strateji hədəflər qoymuşdur. O hədəflərdən biri universitetimizə yeni tədris sisteminin qurulmasıdır və onda uğurla qeyd edə bilərik ki, artıq neçə illərdir biz onu müşahidə edirik ki, Azərbaycanda abituriyentlərin ixtisas seçimində kənd təsərrüfatı ixtisaslarına ciddi diqqət hiss olunmaqdadır. Bu da təbii ki, ölkədə aparılan uğurlu siyasətin nəticəsi olaraq onu qeyd etmək olar. Və elə ilkin olaraq onu qeyd edim ki, artıq neçə illərdir ki, demək olar ki, 2 il ardıcıl olaraq Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə qəbul kifayət qədər yüksək ballarla müşahidə olunmaqdadır. Keçid balı qalxıb. Bəli. Bu maraqdan irəli gəlir. Bəli, tamamilə doğru vurğuluyursunuz ki, bu kənd təsərrüfatı ixtisaslarına olan ciddi maraqdan irəli gəlir və eyni zamanda keçən qəbul planında bizim ən yüksək nəticə ilə 682 balla tələbənin qəbulu olmuşdur. Bu da son zamanlar qeyd olunduğu kimi aqrar yönümə Azərbaycanda kənd təsərrüfatına olan maraqdan irəli gəlir. Və bugün ali təhsil müəssisəmizdə ədalətli və eyni zamanda mütəxəssis hazırlığına çox ciddi önəm verilir. Burada yeni müasir avadanlıqlarla kafedraların və eyni zamanda laboratoriyaların təsis olunmasıdır. Bugün yeni tədris proqramlarının qurulmasıdır. Eyni zamanda ali təhsil müəssisəsində tədrisə cəlb olunan müəllimlərin kifayət qədər peşəkarlığının artırılmasından söz açıla bilər. Bu da çox vacibdir. O da olduqca vacib bir məsələdir və gedən proseslərdə onu biz müşahidə edirik ki, artıq bizim məzunlarımızın, belə deyək, kifayət qədər yüksək nəticələrlə, yüksək biliklə əldə etməsi bu eyni zamanda əmək bazarında da öz, belə deyək, müsbət nəticələrini göstərməkdədir. Amma bir onu da qeyd edim ki, bugün Azərbaycan Dövlət Aqrar Universitetində ən müasir tələblərə cavab verən tədris laboratoriyalarının fəaliyyət göstərməsidir. Eyni zamanda artıq onu da qeyd edim ki, universitetimizə tək Azərbaycan tələbələri deyil, dünyanın müxtəlif demək, ölkələrindən tələbələr təhsil alır. Eyni zamanda onu da qeyd etmək yerinə düşər ki, universitetimizin müasir kitabxana fəaliyyət göstərməsi, kitabların eyni zamanda demək, rəqəmsallaşması, əlçatanlığının
təmin olunması kifayət qədər öz aktuallığını əks etdirir və eyni zamanda ən ciddi məsələlərdən biri tələbələrin elmi tədqiqata cəlb olunması. Əlbəttə ki, universitet olaraq siz bilirsiniz ki, dünyada 1-0, 2-0, 3-0 demək anlayışında universitetlər var. Bəli, və biz bu günlərim universitet olaraq tək tədrislə deyil, eyni zamanda elmi fəaliyyətlə kifayət qədər ciddi tədqiqat yönümlü. Bəli, tədqiqat yönümlü işlər görülməkdədir və eyni zamanda bu gün müəllimlərimizin, eyni zamanda alimlərimizin elementrik bazalarda məqalələrin dərc olunması, Web of Science kimi, Scopus kimi demək beynəlxalq reytinqli demək bazalarda məqalələrin dərc olunması bunu demək əsas verir ki, artıq pedaqoji heyət alimlərimizin də tədqiqata çox ciddi önəm ayırmaqdadır və əlbəttə ki, bu günlərim Azərbaycan Dövlət Aqrar Universitetinin maddi texniki bazası ona imkan verir ki, müəllimlər tədrislə yanaşı eyni zamanda tədqiqatla məşğul ola bilsinlər. Eyni zamanda tədqiqat işlərinin motivasiya olunması, tədqiqat layihələrinin ciddi şəkildə önəm və dəstək verilməsi universitetdə aparılan ümumi demək strateji hədəflərdən birisidir. Gənclərə də dəstək olur. Bəli. Unutmayaq, mən tamaşaçıların yadına salmaq istəyirəm. Bir neçə gün bundan qabaq biz bu verilişimizdə də bundan bağlı danışdıq. Eyni zamanda mətbuatdan, mediadan da gördük. İlk dəfə Azərbaycanın gözəl diyarı, azad olunmuş, işğaldan azad olunmuş Zəngilan rayonunda bootcamp keçirildi. Orada Aqrar İnnovasiya Mərkəzi tərəfindən həm də ilk dəfə işğaldan azad olunmuş ərazilərdə Aqrar Biznes Festivalı başladı. Siz də oradaydınız, mən də oradaydım. Sizin çox aktiv tələbələrinizi mən orada gördüm ki, onlar startaplar, çox maraqlı ideyalar irəli sürürlər. İstəyirdim, bax, hələ bunu xatırladım. Davamını sizdən eşitdik. Tamamilə doğru qeyd edirsiniz. Yəni, bu gün ali təhsil məsələlərinin tək məqsədləri mütəxəssis hazırlamaqla deyil, eyni zamanda Azərbaycan üçün kifayət qədər yüksək peşəkar vətəndaşların formalaşmasıdır, şəxsiyyətlərin yetişdirilməsi kimi ciddi önəm qoyulur. Və əlbəttə ki, tədris, təhsil və elm olan yerdə bu günlərim gənclərimizdə, xüsusilə də ölkəmizdə innovasiyaların inkişafına çox ciddi önəm verilir, startap layihələrinin icrasına çox ciddi dəstək var və bu günlərim Aqrar Universitetində tələbələrin təhsil elmə yanaşı, eyni zamanda onların layihələrinin həyata keçirilməsi, ilkin ideyalarının həyata keçirilməsi kimi geniş imkanlar yaradılmışdır. Onu da qeyd edim ki, universitetimizdə demək innovasiyalar mərkəzi sırf tələbələrin demək ixtiyarına verilib ki, tələbələr öz arzu və istəklərini həyata keçirsinlər. Eyni zamanda ali təhsil müəssisəmizdə müxtəlif səpkidə istiqamətlərdən biri demək tələbələrin liderlik qabiliyyətinin artırılması çox xoş məqam ondan ibarətdir ki, bu gün ali təhsil müəssisəmizin tələbələri tək Azərbaycanda deyil, dünyanın bir çox universitetlərində belə deyək, mübadilə proqramlarına cəlb olunubdur. Hər tədris ilində demək olar ki, 100-ə yaxın tələbələr Avropanın və Türkiyənin müxtəlif universitetlərindən bir semestrlik tədrisə göndərilir. Bu da onların dünya görüşlərinin artırılmasına, eyni zamanda beynəlxalq dostluq əlaqələrin qurulmasına kimi ciddi töhfələr verilir. Onu da demək yerinə düşər ki, bu günlərim ali təhsil müəssisəsində tələbələrin tədrisə olan marağı kifayət qədər artmaqdadır. Eyni zamanda o maraq onların fermer kimi yetişməsinə ciddi təsir göstərir. Yəni, bir ali təhsil müəssisəsinin ən böyük uğuru onun hazırladığı mütəxəssislərin belə deyək, məzun olandan sonra tək dövlət qurumlarında çalışması deyil, eyni zamanda bir fermer olaraq fəaliyyətə başlamasıdır. Bəli, fermer kimi və ya aqronom kimi fəaliyyət göstərməsidir. Və bu peşəkar mütəxəssis olaraq. Tamamilə doğrudur. Yəni, kənd təsərrüfatı bu günlərim onu deməyə əsas verir ki, bizim məzunlarımızdan bir çoxları aldıqları təhsillə yanaşı bu günlərim artıq fermer olaraq fəaliyyətə başlayıblar. Bu da bizi çox sevindirir və eyni zamanda bu gün ali təhsil müəssisəmiz üçbucaq formasında fəaliyyətə başlayıb. Birinci bucaq təhsildirsə də, ikinci maraq, demək, ikinci bucaq elm və innovasiyadır, üçüncü bucaq isə sənaye əməkdaşlığıdır. Əgər biz bu günlərim fermerlərin problemlərini bilməsək, bu günlərim bazar tələblərini, əmək tələblərini bilməsə, biz hər hansı bir tədris prosesində yenilik əldə edə bilmərik. Ona görə bu üç bucaq
onu deməyə əsas verir ki, 2025-ci ildən etibarən artıq biz magistr proqramında ciddi dəyişikliyə demək həyata keçiririk. Burada həm ixtisaslaşmaların müəyyən olunması, eyni zamanda tədris proqramlarının yenilənməsi kimi ciddi addımlar atılır və hesab edirik ki, müasir tələblərə cavab verən mütəxəssis hazırlığında mütləq şəkildə sənaye təşkilatları, xüsusilə də əmək bazarının orada iştirak etməsi olduqca vacibdir. Onların özəl şirkətlərin, özəl şirkətlərin, onların fikir və təklifləri əsasında biz proqramlarda müəyyən yeniliklər aparırıq. Xoş tərəf ondan ibarətdir ki, hazırladığımız proqram eyni zamanda özəl sektorların, dövlət sektorların, burada eyni zamanda elmi tədqiqat institutlarının da rəylərini nəzərə almaqla çox geniş bir şəkildə həyata keçirir və inanıram ki, yeni hazırlanacaq bu proqram bizim magistrlarımızın demək yüksək elmi fəaliyyət göstərməsinə təkan verəcək. Eyni zamanda paralel olaraq bakalavr səviyyəsində bu proseslər həyata keçirməkdədir və biz yenə qeyd etdiyim kimi bakalavr demək səviyyəsində təhsil alan tələbələrin də ixtisas proqramlarında ciddi dəyişikliklər həyata keçirməsini planlaşdırırıq və hesab edirik ki, o dəyişiklik daha innovativ, daha müasir və eyni zamanda dünya təcrübəsinin tələb edən demək proqramda öz əksini tapacaqdır o fənlərdə. Zəfər müəllim, belə bir məsələ var, ümumiyyətlə bir tendensiya yaranıb. Son zamanlar, xüsusən də abituriyentlər öz ixtisas seçimini eləyəndə fikirləşirlər ki, görəsən mən hansı ixtisas seçim ki, sonradan özümə yaxşı bir iş tapım, sadə dildə desək. Doğrudur. Bu tendensiya bəzən valideynlərin təsirindən yanlış istiqamətə yönəldilə bilir. Yəni, valideyn düşünür ki, onun istədiyi ixtisas həm də övladının doğru seçimidir, gələcəyidir. Bəzən isə təbii ki, bu tərs mütənasib olur. Uşaq, yəni övlad istədiyi istiqamətə getmir. Məsələ nədir? Həm də burada önəmli olan məsələlərdən biri odur ki, doğru vurğuladınız, əmək bazarı. İxtisas seçimi kifayət qədər çoxdur. Ölkəmizdə fərqli universitetlər, ali təhsil ocaqları var. Amma dünyanın bir trendi var. Bu trend ölkəmizə də təsirləyir. Müasir elmlər, eyni zamanda yeni innovativ texnologiyalar, IT, data analitika və digər yeni belə deyək də terminologiya bizim leksikonumuza, dilimizə düşüb. Bütün bunların fonunda gedən dünyada baş verən hadisələr də onu göstərir ki, əslində kənd təsərrüfatı sahəsi ən dayanıqlı, stabil iş tapmaq, iş əldə etmək nöqteyi nəzərindən ən dayanıqlı sahələrdən biridir və biraz əvvəl də siz qeyd elədiniz, həqiqətən də keçid ballarının yüksəlməsi bu bir göstəricidir ki, artıq bizim gələn gənclik abituriyentlər arasında məhz aqrar sahəni seçənlər həddən artıq çoxdur. Onlar sonradan iş tapmaqla bağlı, yəni təbii ki, universitet ali təhsil ocağı bu işi birbaşa görmür. Yəni onun birbaşa vəzifə borcu deyil ki, o tələbələri işlə təmin eləsin. Amma güman edirəm ki, siz bunu bir izləmə, bir mexanizminiz var. Sonradan o tələbələr sizin üçün xüsusi bir fəxri belə deyək də insanlar olurlar ki, məhz sizin universiteti bitirirlər və sonradan yaxşı bir pozisiyalarda müxtəlif fəaliyyətlərlə məşğul olurlar. Varmı belə məlumatlar? İlk öncə onu qeyd edim ki, tamamilə doğru qeyd etdiniz ki, abituriyentlərin ixtisas seçimində bir çox belə deyək müdaxilələr və yaxud da ki, belə deyək insanın özünün istəmədiyi bir ixtisasa yönəldikdə ciddi uğursuzluqlar da olma ehtimalları və müşahidələrimiz var. Amma onu qeyd edim ki, ümumiyyətcə demək olar ki, cəmiyyətdə belə deyək, pis ixtisas yoxdur. Sadəcə olaraq ixtisası seçmək, sevmək, onun arxasında getmək və kamil bir mütəxəssisə çevirmək bu tək universitetin fəaliyyəti deyil. Bu eyni zamanda şəxslərin, eyni zamanda tələbələrin bilavasitə özünü yetişdirmə imkanları kifayət qədər geniş olmalıdır. Və əlbəttə ki, bizim əsas missiya və məqsədimiz ali təhsil müəssisəsi olaraq tələbələrimizin öyrənməyi necə öyrənmək lazımdır, onu öyrətməkdir. Yəni tək öyrətmək deyil, amma necə öyrənmək lazımdır. Onu da qeyd edək ki, bu günlərin qlobal dünyada bir çox öyrənmə metod və texnologiyalar var. Siz bilirsiniz ki, bir neçə zaman bundan öncə əyərlərin öyrənməyin trendi göstərməklə öyrətməkdirsə də, indi etməklə öyrətməkdir. Yəni, mən etməliyəm ki, edə eyni zamanda öyrədim. Bəli. Və əlbəttə ki, onu da qeyd edim ki, kənd təsərrüfatı ixtisasları xüsusilə nəzəri biliklərlə yanaşı təcrübə bilikləri də kifayət qədər ciddi dəstək verilir və olmalıdır və hesab edir ki, bu ən azı paralellik əks etdirməlidir. Və əlbəttə ki, bir müddət bundan öncə əgər insanlar tək biliyə fokuslanırsa da,
indi bilik və bacarıq paralel olaraq davam etdirilir. Və eyni zamanda yenə qeyd edim ki, bizim universitetimizdə təhsil alan tələbələrin, yəni bizim əsas missiyamız onlara yüksək peşəkarlıqla mütəxəssis olmaqla yanaşı, eyni zamanda necə daha geniş, daha bilikli, daha özünü dolğun mütəxəssis hazırlanmasın, o istiqamətdə onlara dəstək olmaqdır. Eyni zamanda çox doğru qeyd etdiniz ki, bu gün artıq hətta Birləşmiş Millətlər Təşkilatının açıqlamasında da gələcək ixtisasların içərisində qeyd etdiyiniz kimi data analiz, eyni zamanda rəqəmsallaşma, digitallaşma, bu kimi ixtisaslarla yanaşı paralel olaraq mən sizə deyərdim ki, kənd təsərrüfatı ixtisasları da ondan paralel gedir. Əlbəttə ki, bu günlərim dünyada qeyd etdiyiniz kimi ixtisaslar içərisində data analiz, analitik, demək, digitallaşma, rəqəmsallaşma, eyni zamanda informasiya texnologiyaları kimi geniş, süni intellekt, bu kimi geniş bir ixtisaslar demək olar ki, qabaqcıl ixtisaslar hesab olunur və eyni zamanda Birləşmiş Millətlər Təşkilatının açıqlamasında da bu ixtisaslara paralel olaraq kənd təsərrüfatı ixtisasları da ona uyğun gedir. Və əlbəttə bilirsiniz ki, bu günlərim Azərbaycanda da kənd təsərrüfatının elektronlaşması, eyni zamanda rəqəmsallaşması çox ciddi proses olaraq həyata keçirilir. Xoş məqamından ibarət ki, artıq rəqəmsal texnologiyalara uyğun olaraq belə deyək, qapalı demək, əkin sisteminin həyata keçirilməsi, eyni zamanda rəqəmsal ferma təsərrüfatlarının qurulması bunu deməyə əsas verir ki, bizim tələbələrimizin belə deyək, kənd təsərrüfatı, aqrar biliklərlə yanaşı, eyni zamanda elektron biliklərə də ciddi ehtiyac var. Və vurğuladığınız kimi bizim tələbələrimizin belə deyək, öyrənmə sistemində eyni zamanda təcrübəyə yönəlik Azərbaycanda fəaliyyət göstərən milli və transmilli təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi çox uğurlu aparılır. Onu qeyd etmək istəyirəm ki, bugün bizim ən yaxın tərəfdaşlarımız, eyni zamanda ali təhsil sistemində ən böyük dəstək verənlərdən biri Azərsundur, hansı ki, biz ondan çox yaxın əməkdaşlıq edirik. Eyni zamanda demək, Grant Agro, eyni zamanda digər böyük təşkilatlar var ki, hansı ki, biz artıq ali təhsil müəssisəsi olaraq birgə fəaliyyət göstəririk. Ümumiyyətlə, beynəlxalq təcrübədə onu da qeyd etmək lazımdır ki, ən yeni elmi innovasiyalar ali təhsil müəssisələrində fəaliyyətə keçirilir. Tətbiq olunur. Bəli. Və biz bu gün də ona görə məqsədimiz ona ibarətdir ki, ali təhsil müəssisəmizdə bir baza formalaşdırmaqdır. Bu günlərim istər fermerlərin problemlərinin elmi tədqiqat həyata keçirilməsi, eyni zamanda özəl sektorlarda olan problemləri ali təhsil müəssisəsində həyata keçirməkdir. Və onu da paralel olaraq qeyd edim ki, bu gün ali təhsil müəssisəmizdə bir neçə mərkəzlər var ki, hansı ki, o mərkəzlərdə ciddi tədqiqat aparılır. O tədqiqatlardan biri ali məktəbimizdə fəaliyyət göstərən demək, bitki klinikasıdır. Hansı ki, bəli, bu gün bizim fermerlərin, eyni zamanda digər dövlət və qeyri-özəl sektorda olan şirkətlərdə hər hansı bir bitki ilə bağlı problemlər və yaxud da ki, xəstəliklərin müalicəsi, müayinəsinin həyata keçirilməsi, bəli, profilaktik işlərin həyata keçirilməsi təmin olunur. Eyni zamanda torpaq analizi kimi ciddi laboratoriyanın fəaliyyət göstərməsi və nəhayət demək, baytarlıq klinikasının fəaliyyət göstərməsi, orada həm heyvan və bitkilərin xəstəliklərinin müəyyən olunması. İndi bilirsiniz ki, artıq qlobal dünyada xəstəliklər də növlərini dəyişdirir, müxtəlif belə deyək, formatda xəstəliklər olur və həmən bizim mərkəzlərdə bu kimi proseslərin həyata keçirilməsi, fermerlərə məsləhətlərin verilməsi, eyni zamanda onların problemlərinin öyrənməsi və tədqiqatını həyata keçirdən belə bir qurumlar fəaliyyət göstərir və düşünürəm ki, biz bu işimizi ciddi olaraq həyata keçirdəcəyik və eyni zamanda bu günlərim ali təhsil müəssisəmizin imkanları onu deməyə əsas verir ki, tək nəzəri biliklər deyil, universitetimizə məxsus olan tədris, təcrübə təsərrüfatı fəaliyyət göstərir. Orada biz həm əkin sahələrinin, nümunəvi əkin sahələrini həyata keçiririk, eyni zamanda ferma var, hansı ki, orada müxtəlif növ heyvanlar saxlanılır. Tələbələr həm onu müayinə edir, eyni zamanda təcrübi biliklərini artırırlar və beləliklə bu üçbucaq olaraq fəaliyyət göstərməsi ali təhsil müəssisəsində bizi onu deməyə əsas verir ki, yaxşı və eyni zamanda bu gün ölkənin tələblərinə cavab verən mütəxəssis hazırlığına biz nail olacağıq. Çox gözəl. Cəfər müəllim, yekuna doğru istəyərdim ki, beynəlxalq əlaqələrdən də danışaq. Mən bilirəm ki, siz tez-tez xarici səfərlərdə olursunuz, oradakı müxtəlif təcrübəni ölkəmizə necə deyirlər, gətirirsiniz, daşıyırsınız və təbii ki, bunun
həm də rəhbəri olduğunuz ali təhsil ocağında tətbiqinə çalışırsınız. Bir neçə cümlə bununla bağlı istəyərdim danışasınız. Tamamilə doğru deyirsiniz. Biz ümumiyyətcə ali təhsil müəssisəsi olaraq bütün cəmiyyət üçün açığıq, bütün insanlar üçün açığıq və hesab edirik ki, bizim fəaliyyətimizi cəmiyyət nə qədər izləsə, bizim fəaliyyətimizin gedişatına nə qədər cəmiyyət təsir göstərsə, bizim uğurumuz və inkişafımız bir o qədər çox olar. Və eyni zamanda, bayaq qeyd etdiyim kimi, digər bizim strateji hədəflərdən biri beynəlxalq əlaqələrin qurulmasıdır, beynəlxalq əməkdaşlığın genişləndirilməsidir. Çox xoş bir tərəf odur ki, biz bu günlərim ali təhsil müəssisəsində 7-yə yaxın ölkədən xarici tələbələr təhsil alır və bu get-gedə artır. Tək tələbənin sayı artmır, eyni zamanda ölkələrin sayı artmaqdadır. Və əlbəttə ki, bu onu deməyə əsas verir ki, biz eyni zamanda ali təhsil müəssisəmizi xarici ölkədə tanıtdırmaq, onun fəaliyyətinin işlandırmasına geniş fürsət verir və eyni zamanda da belə deyək, partner olduğumuz xarici universitetlə əlaqələrin qurulması istiqamətində. İlk öncə onu qeyd edim ki, bugün ali təhsil müəssisələri arasında dövlət proqramı əsasında ikili diplom proqramları həyata keçirilir və o ikili diplom proqramlarının həyata keçirilən universitetlərdən biri də məhz Azərbaycan Dövlət Aqrar Universitetidir. Xoş bir məqam ondan ibarətdir ki, artıq biz keçən tədris ilində Türkiyənin Ege Universitetilə birgə hazırladığımız mütəxəssislərin ilk məzunu həyata keçirildi və onu deməyə bizi əsas verir ki, bugün məzunlarımızdan 40 məzunlardan 40 məzun 20-si Ege Universitetində magistratura proqramı davam etdirir. Çox gözəl. Və eyni zamanda digər 20-si isə artıq Azərbaycanda ən tanınmış şirkətlərdə öz sahələrinə uyğun fəaliyyət göstərməkdir. Elə onu da demək yerinə düşər ki, ali təhsil müəssisələrinin ən vacib missiyalarından biri onların hazırladıqları mütəxəssislərin öz ixtisaslarına görə gələcək karyerasının qurulmasıdır. Bu çox ciddi önəm kəsb edir və beynəlxalq əməkdaşlığa gəlincə bir məsələni də diqqətinizə çatdırım ki, bayaq siz söylədiniz ki, bizim məzunlarımızın karyera məsələsi, onu da qeyd edim ki, universitetimizdə karyera mərkəzi fəaliyyət göstərdir ki, biz məzunlarımızın dinamikasını müəyyənləşdiririk. Çox xoş bir demək məlumat ondan ibarətdir ki, bizim hər il aparılan belə deyək izləmə onu deməyə əsas verir ki, çox saylı artıq məzunlarımız aldıqları ixtisasa görə işlə təmin olunur və gələcək karyerasını qurur. Və belə bir əlaqələrin qurulmasında beynəlxalq təcrübənin öyrənməsi, beynəlxalq əlaqələrin qurulması bizə çox ciddi önəm verir və əlbəttə ki, bizim inkişafımıza çox ciddi təsir göstərir. Və qeyd etdiyim kimi, Azərbaycanda dövlət proqramlarından biri məhz Azərbaycan Dövlət Aqrar Universitetlərinin Ege Universiteti arasında qurulan ikili diplom proqramıdır. Və xoş tərəf nədən ibarətdir, onu da deyim. Xoş tərəf ondan ibarətdir ki, artıq bu ildən etibarən tək ikili diplom proqramı tədris deyil, eyni zamanda birgə tədqiqatların həyata keçirilməsi ciddi önəm kəsb edildi. Əlavə olaraq onu da qeyd edim ki, biz bugün Almaniyanın Van Stefan Universitetindən, eyni zamanda Macarıstanın Matei Universitetidir, eyni zamanda Çexiyanın Təbiət Elmləri Universitetidir və digər bir çox universitetlərlə çox ciddi əlaqələr qururuq. Bu əlaqələr olduqca dinamikdir və realdır. Realdır ona görə ki, mübadilə proqramlarının həyata keçirilməsi, oradan mütəxəssis professor müəllimlərin universitetə cəlb olunması kimi. Sizin mütəxəssislərin ora getməsi. Bəli, bizim mütəxəssislərin ora getməsi çox ciddi önəm kəsb edir və xoş tərəf ondan ibarətdir ki, artıq biz hər il çoxsaylı tələbələrin Avropa müxtəlif ölkələrində qeyd etdiyim ki, tədrisə cəlb olunur və eyni zamanda onların alimlərinin bizim ali təhsil müəssisəsində müxtəlif zamanlarda tədris prosesini həyata keçirir və onu da qeyd edim ki, hər il ən azı 25-30 professor müəllim Ege Universitetindən daimi olaraq demək Aqrar Universitetində tədrisə cəlb olunur və bu kimi eyni zamanda beynəlxalq konferansların həyata keçirilməsi, müxtəlif demək layihələrin icra olunması bu universitetdə beynəlxalq əlaqələrin qurulmasına çox ciddi demək təsir edən amillərdəndir və hesab edirik ki, nə qədər ki beynəlxalq əlaqələr sıx və məqsədli olduğu təqdirdə universitetin də həm beynəlləşməsi, eyni zamanda beynəlxalq mühitdə tanınması kimi ciddi əhəmiyyət verən amillərdəndir. Zəfər müəllim, sizin rəhbər olduğunuz universitetin uğurlarına baxaq, sevinək. Sağ olun. Bu sahədə, işlərinizdə sizə, bütün kollektivə, müəllim professor heyətinə, tələbələrə, hər kəsə, orada olan bax, hal-hazırda kadrları yenə görürük. O qədər maraqlıdır ki, içəridə sizdə
hər şey var. Yəni tələbələrin Bəli. bu sahədə binalarınız, yəni maddi texniki bazadan tutmuş hər şeyə qədər. Bu şəraitdən yalnız və yalnız istifadə etmək lazımdır. Mən də yeri gəlmişkən fürsətdən istifadə edib hələ də abituriyent olmayan, daha doğrusu hələ də seçim eləməyən, amma maraqlı ixtisas axtaran gənclərimizə özümü tutub demək istəyirəm ki, Azərbaycan Dövlət Aqrar Universiteti bu sahə gələcəyin sahəsidir. Biraz əvvəl də siz dediniz. Doğru. İşlərinizdə uğurlar, müvəffəqiyyətlər, çox sağ olun ki, gəldiniz. Çox sağ olun. Mən də bir daha sizə minnətdarlığımı bildirirəm və inanıram ki, Azərbaycanda uğurlu təhsil siyasəti daim olaraq aparılıbdır və inşallah ki, xüsusilə də Azərbaycan Dövlət Aqrar Universiteti məzunları ölkəmizin, cəmiyyətimizin ən vacib üzvlərinə çevriləcək. Bu gün eyni zamanda ölkəmizdə ərzaq təhlükəsizliyi, eyni zamanda aqrar sahənin inkişafında xüsusi töhfə verəcəyinə əminik. Bir daha sizə və sizin simanızda Real TV-nin bütün əməkdaşlarına, rəhbərinə uğurlar arzu edirəm. Uğurlarınız davamlı olsun. Çox sağ olun, minnətdaram. Sağ olun. Sağ olun. Hörmətli tamaşaçılar, əziz zəhmətkeş fermerlər, Fermerin Real Dostunda bugünkü maraqlı həmsöhbətim Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov idi. Biz aqrar təhsil və mütəxəssislərin hazırlığı ilə bağlı danışırdıq. Gələn həftə eyni vaxtda, eyni saatda Real TV-də Fermerin Real Dostunda görüşəcəyik. Hələlik.